İnsan özünü unutduqda, öz iç dünyasını, ruhunu unutduqda müxtəlif cür xəstəliklər baş verir. İnsanın qəlbi elə hava kimidir. Bəzən isti bir havada soyuq bir küləyin əsməsi, bəzən də soyuq bir qışda isti, yandırıcı günəşin çıxması kimi qəlblərimiz sıxılır, pükülür, açılır. Ona görə ki, insan özünü unutduğu zaman, insan öz ruhunu, öz mənliyini unutduğu zaman müxtəlif cür depressiyalar baş verir. Duyğuların terapiyası dərslikdə ilk başda bizlərə öyrədilən nə idi? Hər bir insanın həyatda fərqli görevləri var. Fərqlilik nə deməkdir? Məsəl üçün, bir şəxsiyyət həyatda həm ata olur, həm ər olur, həm oğul olur, həm qardaş olur. Məsəl üçün, bir xanıma da aid eləsək, o ana olur, o bacı olur, o evlad, qız evladı olur. Yəni, bir şəxsiyyət fərqli rollar oynayır həyatda. Amma ki, gəl onun öz qəlbinin, o iç dünyasının ona vermiş olduğu mənliyi unudur, yəni həyatın qayğılarına dalır. Bu zaman isə müxtəlif cür depressiyalar əlbəttə ki, baş verir. Bəs biz öz iç dünyamızın depressiyaya düşməməsi üçün nə edə bilərik? Burada alternativ tip dediyimiz, yəni insanın çox köməyinə çatır. Məsəl üçün, meditasiya ən asan və hər bir kəsin əli çatacağı bir yerdir. Məsələn, nəyə görə? Sadəcə susqunluq, sadəcə bir otağa girib, yəni orada gözünü yumub susmaq, sakitliyi, öz burunla nəfəs alıb verişini izləmək bu meditasiyanın bir növüdür. Bir psixoloqun məşhur sözü var ki, insan əgər öz dərdlərinlə, öz kədərlərinlə baş-başa bir otaqda qala bilirsə, o artıq o işi başarmış olur, çözmüş olur. Ona görə də üzləşmək lazımlıdır həyatın çətinliyi ilə. Amma həyatın qayğılarından biraz uzaqlaşmaq deməzdim. Uzaqlaşmaq heç də yaxşı bir şey deyil. Məsuliyyət, disiplin ən gözəlidir. Ancaq ki, öz iç dünyamızın, həyatdan nədən zövq aldığımızın, həyatda bizi xoşbəxt edəcək nələr olduğunu unutmaq lazım deyil. Bəzən bir insanın bir stəkan çay belə, onu xoşbəxt edəcək, sakit bir köşədə içib çayını içə biləcəyi yeri olması, bəzən bir insanın bir balaca kitab oxuması, məcbur deyil hər kəs